Ayın ortasıdır, amma maaşdan bir şey qalmayıb. Üstəlik səbəbini də anlaya bilmirsən. Bu ciddi büdcə idarə etmə probleminin simptomudur və dərhal müalicə edilməlidir. Hər şey nəzarətdən başlayır. Sadəcə pulunuzun hara getdiyini izləmək belə çox şey dəyişir. Çünki etdiyiniz səhvləri görməyə başlayırsınız. İstəkləri ehtiyacdan əvvələ atmaq, kiçik xərclərə fikir verməmək, vacib ödənişləri sonraya saxlamaq, yığım üçün pul ayırmamaq və ən əsası plansız xərcləmək. Bu səhvləri etmə, büdcəni izlə və bölgü prinsipini tətbiq et. Gəlirin 50%-ni ehtiyaclara yönəlt. Ərzaq, kommunal, kirayə, nəqliyyat və s. 30% istəklərə, alış-veriş, kafe və əyləncə. 20% isə yığıma ayrılmalıdır. Mobil bank tətbiqləri də xərclərinizi izləməkdə, yığımda və investisiyada sizə kömək edə bilər. Unutma, büdcəni idarə etmək öz əlindədir.